Salam, hər vaxtınız xeyir. Bu da bizim 5-ci dərsimiz. Bugünkü yeni sözlərimiz bunlardır. Birinci sözümüz üzmək. Yazanda belə yazırıq, deyəndə isə to swim deyirik. To swim. Digər sözümüz öyrənmək. Yazanda belə yazırıq, deyəndə isə to learn deyirik. To learn. Yəni ortada gördüyünüz bu 3 hərfi sadəcə ö olaraq tələffüz edirik. Digər sözümüz istəmək. Yazanda belə yazırıq, deyəndə to want deyirik. To want. Sonra səyahət etmək. Yazanda belə yazırıq, deyəndə to travel deyirik. To travel. Və sonuncu feilimiz içmək. Yazanda belə yazırıq, deyəndə to drink deyirik. To drink. İndi gəlin bunlarla qısa cümlələr quraq. Əgər yadınıza gəlirsə, birinci dərsdə bu 4 dənə şəxs əvəzliyini keçdik və öyrəndik ki, onlardan sonra gələn feilin qarşısında to işlətmirik və feilə də heç bir şəkilçi əlavə etmirik. Məsələn, mən üzürəm demək istəsək, olacaq I swim. Yəni, to swim demirik. Və yaxud da sən üzürsən, siz üzürsüz, olacaq you swim. Biz üzürük, we swim. Onlar üzür, they swim. Və bundan əvvəlki dərsdə də digər 3 şəxs əvəzliyini keçdik və öyrəndik ki, bunlardan sonra gələn feildə yenə to işlənmir, amma feilin sonuna ya s ya da es əlavə olunur. S yoxsa es, onu bilmək üçün də demişdik ki, feilin sonuncu hərfinə baxırıq. Əgər feilin sonuncu hərfləri bu aşağıdakı hərflər olarsa, onda həmin feilin sonuna es əlavə olunur. Əgər bu hərflər olmazsa, onda s. İndi yenə üzmək sözünü bu şəxslərlə işlədək. Yəni deyək, o üzür. Əgər kişi cinsində desək, onda olur he swims. Yəni burada sadəcə s əlavə edirik, çünki feilin sonu m hərfi ilə bitib və aşağıda gördüyünüz bu hərflərin içində m hərfi yoxdur. M hərfi yoxdursa, deməli s əlavə edirik. Yalnız bu hərflərlə bitsə, es əlavə olunur. İndi qadın cinsində desək, o üzür, olacaq she swims. Orta cinsdə desək, it swims. İndi gəlin öyrənmək sözünü işlədək. Mən öyrənirəm, I learn. Sən öyrənirsən, you learn. Siz öyrənirsiniz, you learn. Biz öyrənirik, we learn. Onlar öyrənir, they learn. O öyrənir kişi cinsində. He learns. Qadın cinsində she learns. Orta cinsdə it learns. Burada da s hərfi əlavə etdik, çünki learn sözü n hərfi ilə bitir. Yenə də bu hərflərin içində n yoxdur. Deməli, sadəcə s əlavə edirik. Və digər feillərlə də eyni bu şəkildə cümlələr qururuq. Amma indi daha uzun cümlələr qurmaq istəyiriksə, gəlin yeni sözlər öyrənək. İlk sözümüz hovuz. Yazanda belə yazırıq, deyəndə a pool deyirik. Pool. Yox, əgər hovuzda demək istəsək, yəni hovuz sözünə da şəkilçisi əlavə etsək, onda pool sözünün qarşısına in sözünü gəlir və bundan əlavə müəyyən artikl işlədirik. Olur in the pool, yəni hovuzda. Digər sözümüz dəniz. Yazanda belə yazırıq, deyəndə isə sea deyirik. Sea. Əgər dənizdə demək istəsək, olur in the sea. Yəni sözün qarşısına yenə in və müəyyən artikl əlavə edirik. İndi əgər dənizdə yox, dənizin kənarında, sahildə demək istəsək, onda dəniz sözünün qarşısına by sözünü əlavə edirik və ondan başqa yenə müəyyən artiklı. Olur by the sea. By the sea. Dəniz kənarında və yaxud da sahildə. Və biz burada müəyyən artiklını işlətməsək, sadəcə by sea desək, olur dəniz yolu ilə. Yəni bir dənə bu artiklın işlənməməsi sözün mənasını dəyişir. Digər sözümüz iki cür tərcümə olunur. Bir mənası Türkiyə, digər mənası isə Hinduşka deməkdir. Yəni bu sözü Türkiyə mənasında işlətsək, cümlədə hər zaman böyük hərflə yazılacaq. Yox, əgər Hinduşka mənasında işlədiriksə, təbii ki, cümlənin ortasında və sonunda kiçik hərflə yazılacaq. Və bu sözdə 2 dənə hərf birləşməsi görürük. Bunlardan biri U-R hərf birləşməsidir, hansı ki uzun Ö kimi tələffüz olunur. Digəri isə E-Y hərf birləşməsidir. Bu birləşmə isə İ kimi tələffüz olunur. Ona görə də biz bu sözü
Turkey olaraq tələffüz edirik. Turkey. Və cümlədə işlədərkən Türkiyəyə demək istəsək olur. To Turkey, yəni Türkiyə sözünün qarşısında istiqamət bildirən to işlədirik. Yox, əgər Türkiyədə demək istəsək, onda in Turkey deyirik. Yəni dadə şəkilçisi olaraq in əlavə edirik. To Turkey, Türkiyəyə, in Turkey, Türkiyədə. Digər sözümüz türk dili və yaxud da türk. Yazanda belə yazırıq, deyəndə isə Turkish deyirik. Yəni U-R hərf birləşməsini yenə Ö kimi, S-H hərf birləşməsini isə Ş kimi tələffüz edirik. Olur Turkish. Digər sözümüz çay. Yəni içməli çay. Yazanda belə yazırıq, deyəndə isə tea deyirik. Tea. Digər sözümüz qəhvə, kofe. Yazanda belə yazırıq, deyəndə isə coffee deyirik. Coffee. Yəni həmişə olduğu kimi sözdəki qoşa samitdən yalnız biri tələffüz olunur, qoşa e hərfinə də i deyirik. Olur coffee. Sonuncu sözümüz su. Yazanda belə yazırıq, deyəndə isə water deyirik. Water. İndi gəlin öyrəndiyimiz bu sözləri birləşdirib cümlələr quraq. Məsələn, demək istəsək, mən hovuzda üzürəm. Olacaq, mən üzürəm, I swim, hovuzda, in the pool. Yox, əgər demək istəsək, o hovuzda üzür, onda şəxs olaraq ya he, ya she, ya da it yazırıq, ondan sonra swims, ondan sonra da hovuzda, yəni in the pool. Gördüyünüz kimi şəxs əvəzliyi əgər I işlətmişiksə, onda feilə heç nə əlavə etmirik, amma he, she, it işlətmişiksə, onda feilimizə ya s, ya da es əlavə edirik. İndi bu dəfə hovuzda yox, dənizdə deyək. Məsələn, biz dənizdə üzürük. Olacaq, biz üzürük, we swim, ondan sonra da dənizdə, yəni in the sea. Sonra desək, o dənizdə üzür, yenə birinci o üzür deyirik. He swims və yaxud da she swims, it swims. Ondan sonra dənizdə, in the sea. Digər cümləmiz, onlar türk dili öyrənir. Tərcümə edəndə əlbəttə ki, birinci yazırıq. Onlar öyrənir, yəni mübtəda və xəbər yanaşı gəlir. They learn, ondan sonra da türk dili, yəni Turkish. They learn Turkish. Və yaxud da desək, o türk dili öyrənir, qadın cinsində olacaq. She learns, o öyrənir və mübtədamız, şəxsimiz she olduğu üçün feilimizə burada s əlavə etdik. Ondan sonra yazırıq türk dili, yəni Turkish. She learns Turkish. İndi gəlin deyək, mən səyahət etmək istəyirəm. Birinci olur, mən istəyirəm, yəni I want, səyahət etmək. Görürsünüz, burada səyahət etmək elə məstər formasında verilib, ona görə də to travel yazırıq. I want to travel. Digər cümləmiz, o səyahət etmək istəyir. Kişi cinsində yazsaq, he wants, o istəyir, səyahət etmək, to travel. Və yaxud da desək, o Türkiyəyə səyahət edir. Qadın cinsində olacaq, she travels to Turkey. Yəni birinci o səyahət edir deyirik. She travels, s artırmaq yaddan çıxmasın, çünki mübtədamız, şəxsimiz she'dir. Ondan sonra da Türkiyəyə. Burada da istiqamət bildirən AR şəkilçisi olduğu üçün olur to Turkey. İndi əgər demək istəsək, mən hər səhər su içirəm. Onda birinci deməliyik, mən içirəm, I drink. Ondan sonra baxın, burada qalır hər səhər və su sözü. Hər səhəri cümlənin sonunda işlədəcəyimiz üçün deməli water, ondan sonra every morning olur. I drink water every morning. Və yaxud da every morning-i cümlənin əvvəlində deyə bilərsiniz. Yəni every morning I drink water. İndi də gəlin bir neçə zaman zərfi öyrənək. Düzdür, bunlardan bəzilərini keçmişik, bəziləri isə yenidir. Məsələn, morning sözünü keçmişdik. Bilirik ki, səhər deməkdir. Əgər yadınıza gəlirsə, biz morning sözünü every sözü ilə birlikdə cümlələrdə işlədirdik. Məsələn, I go to work every morning. Mən hər səhər işə gedirəm. İndi əgər hər sözünü demək istəməsək, sadəcə demək istəsək ki, mən işə səhər gedirəm. Yəni hər səhər yox, sadəcə səhər gedirəm. Onda artıq every morning demirik, deyirik in the morning. Deməli, mən səhər işə gedirəm cümləsi olacaq. I go to work in the morning. Və yaxud da in the morning zaman zərfini istəsək cümlənin əvvəlində deyə bilərik. Yəni birinci deyirik in the morning, ondan sonra I go to work.
Və bir də onu burada qeyd etməmişəm, amma indi deyib qeyd eləyəcəm burada. Əgər səhər yox, səhərlər demək istəsək, məsələn, mən səhərlər işə gedirəm. Onda morning sözünün sonuna bir dənə s əlavə edirik. Yəni, səhər sözü olur səhərlər. Sözün sonuna əlavə etdiyimiz bu s Azərbaycan dilində lar-lər şəkilçisidir. Və bunu da yenə istəsək həm cümlənin əvvəlində, həm də sonunda deyə bilərik. Sadəcə burada artıq biz səhər yox, səhərlər dedik. İndi keçək günorta sözünə, yəni afternoon. Və bunu da daha öncəki dərsdə every sözü ilə işlətməyi öyrənmişdik. Məsələn, desək ki, o hər günorta çay içir. Olacaq, he drinks tea every afternoon. Və yaxud da every afternoon sözünü keçirdirik əvvələ, yəni birinci deyirik. Every afternoon he drinks tea. İndi isə hər günorta yox, sadəcə günorta demək istəsək, onda every sözünün əvəzinə in the işlədirik. In the afternoon olur günorta. Və bunu da istəsək yenə cümlənin əvvəlində deyə bilərik. Yəni, in the afternoon he drinks tea. O günorta çay içir. İndi əgər günorta yox, günortalar demək istəsək, olur in the afternoons. Deməli, o günortalar çay içir, olacaq he drinks tea in the afternoons. Və yaxud da yenə bunun yerini dəyişib əvvəldə deyirsiniz. İndi də keçək axşam sözünə, yəni evening. Və hər axşam olurdu every evening. Məsələn, biz hər axşam televizora baxırıq. Olur we watch TV every evening. Və yaxud da every evening-i birinci deyirik. Yəni every evening we watch TV. İndi yenə də hər axşam yox, sadəcə axşam demək istəsək, olur in the evening. Yəni biz axşam televizora baxırıq. Amma indi demək istəsək axşamlar, olur in the evenings. Deməli, biz axşamlar televizora baxırıq, olur we watch TV in the evenings. Və yaxud da in the evenings we watch TV. Baxın, buradan xətt çəkib ayırdım. Yəni, bu xəttdən yuxarıda olan zamanları siz cəmdə demək istəsəz, sadəcə onların yanına s əlavə edirsiniz. Səhərlər demək istəsək, olur in the mornings. Sonra günorta demək istəsək, olur in the afternoon, günortalar olur in the afternoons. Və axşam demək istəsək, olur in the evening, axşamlar demək istəsək, olur in the evenings. Yəni siz sözü cəmdə demək istəyirsinizsə, yazanda s-ları əlavə edirsiniz, deyəndə də həmçinin o s-ları səsləndirirsiniz. Buradan xətt çəkib ayırmaqda məqsəd o idi ki, bundan aşağıdakı sözləri cəmdə işlətməyəsiniz. Yəni, gecə demək istəsək, olur at night. Deməli, gecə sözünün qarşısına at əlavə edəcəksiniz, amma gecələr demək istəyəndə at nights demək olmaz. Yəni, gecələr demək istəsəz, bu sözü cəmdə yazmırsınız, deyirsiniz every night, yəni hər gecə. Sonra digər sözümüz bu yenidir, günorta saat 12 deməkdir. Yəni, ümumi günorta dedikdə olur afternoon, amma günorta saat 12 desək, olur noon. Yazanda belə yazırıq, deyəndə isə noon deyirik. Bundan başqa bir də eyni tərcümədə olan midday sözü var. Yazanda belə yazırıq, deyəndə isə midday deyirik. Sadəcə bu danışıqda az istifadə olunur. Amma noon daha çox istifadə olunur. Bir də gecə yarısı və yaxud da gecə saat 12 demək istəsək, olur midnight. Yazanda belə yazırıq, deyəndə midnight deyirik. İndi bu zamanları cümləyə əlavə etmək istəsək, onda bunların qarşısına at sözünü əlavə edirik. Yəni cümlədə günorta saat 12-də demək istəsək, onda deyirik at noon və yaxud da at midday. İndi gecə yarısı və ya gecə saat 12-də demək istəsək, olur at midnight. Baxın, burada çox diqqətli olun. Belə ki, morning, afternoon və evening sözlərini cümləyə əlavə etmək istəyəndə biz söz önü olaraq indən istifadə etdik, amma gecə, günorta saat 12, gecə yarısı demək istəyəndə biz həmin sözlərin qarşısında artıq in yox, at işlədirik. İndi daha aydın olsun deyə gəlin bu cümləni tərcümə edək. O gecə televizora baxır. Birinci yazırıq, o baxır. He watches, ondan sonra televizora, TV və gecə demək istəsək, at night. In the night yox, at night. Və bir də at night sözünü cümlənin əvvəlində də işlədə bilərik. Ona görə deyə bilərik ki, at night he watches TV. Bugünlük hələ ki bu qədər. Bu gördüyünüz bizim ev tapşırığımızdır. Yenə birinci tapşırıqda cümlələri tərcümə edirik. İkinci tapşırıqda verilmiş sözlərdən cümlə qururuq. Üçüncü tapşırıqda isə boşluqlara lazım olan söz önlərini yazırıq.
Və son olaraq da keçən dərsin ev tapşırıqlarını yoxlayırıq və bununla da yekunlaşdırırıq. 4-cü dərsin 1-ci tapşırığı. Cümlələri tərcümə edirik. O hər axşam velosiped sürür. Kişi cinsində. Olur. He rides a bike every evening. Və yaxud da every evening he rides a bike. İkinci cümlə biz parkda gəzirik. Olacaq we walk in the park. Üçüncü cümlə o hər səhər parkda gəzir. Qadın cinsində. Olur. She walks in the park every morning. Və yaxud da every morning she walks in the park. Yəni every morning sözünü həm cümlənin sonunda, həm də əvvəlində işlədə bilərik. 4-cü cümlə onlar işə avtobusla gedir. Bunu iki cür yaza bilərdiniz. 1. They go to work by bus. Bir də they ride the bus to work. Digər cümləmiz sən məktəbə piyada gedirsən. Bunu da iki cür yaza bilərdiniz. 1. You go to school on foot və yaxud da you walk to school. Və sonuncu cümləmiz mən at sürürəm olur I ride a horse. İkinci tapşırıq. Burada qarışıq verilən sözlərdən düzgün cümlə qurmalıyıq. Yəni burada yazmalıydıq he goes to the park by car. İkinci cümləni isə həm I walk to work every day və yaxud da every day I walk to work olaraq yaza bilərdiniz. Çünki burada every day zaman zərfi var. Bu da həm cümlənin sonunda, həm də əvvəlində işlənə bilir. Yəni hansını yazmısınızsa fərqi yoxdur. Hər ikisi düzgündür. Üçüncü cümlədə olmalıydı. She rides the bus to the party. Dördüncü cümlə olmalıydı. We go to school on foot. Beşinci cümlə isə he does homework every evening və yaxud da every evening he does homework. Bunu da iki cür yaza bilərdiniz. Çünki every evening sözü həm cümlənin sonunda, həm də əvvəlində işlənə bilər. Və üçüncü tapşırığımız, bu tapşırıqda isə biz boşluqlarda lazım olan sözünlərini işlətməliydik. Birinci boşluqda yazmalıydıq to, he drives to work, yəni o işə maşınla gedir, maşın sürərək gedir. İkinci cümlədə olmalıydı on foot, yəni piyada. I go home on foot, mən evə piyada gedirəm. Üçüncüdə iki boşluq var idi. Birinci boşluqda to, ikincidə isə by işlənməliydi. We go to school by bus. Yəni biz məktəbə avtobusla gedirik. Dördüncü və beşinci cümlədə isə heç bir söz önünə ehtiyac yoxdur. Yəni bu olur she drives a car, o maşın sürür. Bu isə you speak French. Sən fransız dilində danışırsan. Bugünlük dərsimizdə bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.